İllər çox görsənir, adam yaşlandığını hiss eləyir. Siz Zaur bəylə evlənin, biz qurban kəsəcəyik. Həqiqətən də xalqın gözü tərəzidir. Deyəsən onun yarısı verilişində yalnız Zaurla Günay xoşbəxt olmağı bacardı. Necə tanış oldular? Boş ver. Ailəni birləşdirmədim, mən ailələri ayırdım. Görürsən, O mənim doğum günüm, günüdür. onun üçün hər şeydir. Niyə mənim başım ağrısın? Qoy elə onun da başı ağrısın. Mən yaşlı babalar var. Kaş biraz tez evlənərdi, uşaqlarımız biraz böyük olardı. Mən çox sevinirəm ki, həyat yoldaşım Zaurdur. Bugün 15 may Beynəlxalq Ailə Günüdür. Elə bu gün münasibəti ilə uşaqlıqdan bəri izlədiyim Zaurla Günayın qonağıyıq. Xoş gördük sizi. Necə gəlmisiniz? Yaxşı. O uşaqlıqdan bəri sözünü eşidəndə həm adama xoş gəlir, həm də biraz naxoş gəlir. Aha. Xoş gəlir ona görə ki, bir nəsil sənin proqramlarınla sənlə bərabər böyüdü. Naxoş gəlir ona görə ki, illər çox görsənir, adam yaşlandığını hiss eləyir. Mənə çox xoşdur. Çünki mən bilirəm ki, ən azı siz bizim proqramları izləməyə başlayanda bir məktəbli qızcığaz olmusunuz. İndi hal-hazırda bax özünüz də jurnalist kimi çalışırsınız və bəlkə də sizin bu arzuya düşməyinizdən, bu peşəni seçməyinizdən bizim də az da olsa payımız var. Mütləq var. Hətta mən xatırlayıram ki, o zamanlar onun yarısı verilişi yayımlanırdı və hər kəs yaraşdırırdı, zənglər gəlirdi. Qatqısı oldu az da olsa, düşünürəm. Çünki çox dualar var idi. Hətta sizə mən bir hadisə danışım. Kənara çıxma da olsa, bir belə o qədər də xoş olmayan hadisəyə görə xəstəxanaya getməli oldum. Çox yaxınım yıxılıb bir travma almışdı və onunla bağlı xəbəri eşidib ora yollandım və içəri daxil olanda hər kəs məni gülər üzlə qarşıladı ki, Günay, sən bəs bizim xəstəxanaya gəlmisən, biz hamımız dua edirik. Hətta demişik ki, siz Zaur bəylə evlənin, biz qurban kəsəcəyik. Həmin anda onu mənə deyəndə çox hirslənmişdim ki, mən nəyə görə gəlmişəm bura və mənə deyilən bu nə sözdür? Bizim xalqımız yaxşı nə varsa, nəyi yaxşı görürsə, onları bir-birinə yaxınlaşdırmağı xoşlayır. Yaraşdırmağı, yaxınlaşdırmağı istəyirlər ki, bax bu iki yaxşı bərabər olsa çox qəşəng alınır və həqiqətən də xalqın gözü tərəzidir. Zaur və Günay necə tanış oldular? Hər şey ATV-dən başladı. Müsabiqədən keçdim. Mən seçilmişdim, bir neçə xanım seçilmişdi və məni məhz Zaur bəyə tapşırdılar ki, bir Günayla bir çəkiliş elə. Baxaq görək, o vaxt bizim səhərə aparıcı seçilirdi. Görək necədir, uyğundurmu, alınarmı, alınmazmı? Və bizim ilk tanışlığımız o zaman oldu. Təbiətinə görə mən dedim ki, bu şouluq deyil də. Yəni bu sırf sosialda, xəbərdə çox qəşəng alınır, amma şouda yox. Amma illər keçdi. Qismət elə gətirdi ki. Gəldi Allah yenidən bizi birləşdirdi və bizim səhərdə bərabər aparıcılıq etdik. Sonra bir neçə layihə oldu. Onun yarısı əsas, yəni siz tamaşaçıların izlədiyi. Sizlərin də bir neçə gənci birləşdirdiyiniz onun yarısı verilişdi. O gün bir şərh oxudum, yeri gəlmişkən bununla bağlı. Bir bəy yazmışdı ki, deyəsən onun yarısı verilişində yalnız Zaurla Günay xoşbəxt olmağı bacardı, ailə olmağı bacardı, amma belə deyil. Bax, sizin izləyicilərinizə, tamaşaçılarınıza da söyləyim ki, çoxdur belə ailələr. Artıq neçə il evlisiniz? 14 il olacaqdır. 26 fevral, 26 fevral, oktyabr. Mən nə idi? Doğum gününə dedim. Adətən kişilər yadından çıxardırsan. Yəni bilir. Yox, sənin doğum günün, görürsən o mənim doğum günüm, dedim. onun üçün hər şeydir. Həm evlilik günüdür, həm birincisi, əslində belədir də, sənin sevdiyin insanın doğum günü ilə sənin üçün bütün günlərə bərabər. Bu ailə olmasa dünya dağılar. Ailənin üzərində qurulur. Ailə təhlükəsiz bir limanımızdır, ailə bir sığınacağımızdır. Ailə sevgidir, qarşılıqlı hörmətdir. Mən çox sevinirəm ki, məhz mənim həyat yoldaşım Zaurdur. Çünki mən ona istənilən mövzuda öz problemim haqqında danışa bilirəm və ən doğrusunu o mənə söyləyir. Yəni mən ona çox güvənirəm. İkimiz də bəzən çox emosional oluruq eyni hadisəyə görə, nəsə də nəyəsə görə. Məsələn, işdəki problemlə bağlı, nə ilənsə bağlı. Və biz bilirik ki, artıq baş-başa verib ikimiz də onun üstünə getməliyik qışqır bağırına. Yəni hirsimizi belə çıxardırıq içimizdən, ya çox emosional oluruq. Ya da ki, bəzən də bir-birimizi sakitləşdiririk. Mən çox emosional ola bilirəm. Bizim evdə bir kəlmə bu söz var, boş ver. Boş ver. Zaur bəy, Günay xanım qısqancdır. Günay, hardasa qısqanclığı var. Məndə də, onda da var. Qısqanclıqlarımız var. Amma yersiz xəstəlik formasında deyil. Günay, məsələn, qısqanclığına bəraət qazandırmağa yol tapır. Yəni, onun yolları var. O bilir ki, məsələn, hardan yanaşsa bu qısqanclıq kimi görsənməyə bilər.
Ona görə də onun emosiyalarını mən çox vaxt qısqanclıq kimi yox, ağıllı tədbir kimi görürəm. Mən sevmirəm nəyisə üstünü ört-basdır eləyim və o elə yığılsın. Onda ailə olmaz ki. Niyə mənim başım ağrısın? Qoy elə onun da başı ağrısın. Bax belədir bizdə məsələ. Ailə həyatı quranda neçə yaşınız var idi? Mənim 31. Sizin? 26. Deyib kaş biraz tez evlənərdik, uşaqlarımız biraz böyük olardı. Amma mən də onda həmişə belə cavab vermişəm ki, Zaur, bəlkə biz tez evlənsəydik, Allah qorusun, bəlkə heç indi ailə olmazdı. Problem Nəbələrimiz var idi. Yaxşı da sən də elə qoca Var, həqiqətən də çox tez Vallahi da mən yaşlı babalar var. Niyə də Var, yox? həqiqətən. Bizim evliliyimizə gəlib çıxmazdan bir neçə il qabaq Zaur mənə evliliyi təklif eləmişdi. Bizdə biraz nəsə alınmamışdı. Nə qədər televiziya adamı olsaq da bizi çox məclisdə görmərsiniz. Çox nadir hallarda, çox az məclisləri və qısa müddət ərzində gedib gələrik. Ortaq xüsusiyyətlərimiz çoxdur. Bilmirəm hansını deyim axı mən. Ortaq cəhətlərimiz ən azı olmasaydı biz 14 il bir yerdə olmazdı. Hər kəsin həyatında var belə ona pislik eləmək istəyən insanlar. Elə bir səhər yuxudan durur, deyir görüm kimə pislik eləyir. Bax, bizdə o xasiyyət var ki, nə qədər də bizə pislik eləsələr, biz həmişə pislikdən qaçan insanlarıq. Sosial mediada çox aktivsiniz. Hətta 3 milyon izləyiciniz var. Instagramda 3 milyon 300 mindir, TikTokda 1 milyondur artıq. Aha. YouTube'da da 400 mindir səhv eləmirəmsə. Hətta mən YouTube haqqında məsələn məlumatım yoxdur. Instagramda da var videolarımız. Videolar çəkirsiniz, çox maraqlıdır videolar. Ümumiyyətlə o videoların ssenariləri kimdən qaynaqlanır? Hər kimizdən də daha çox üstünü kim təşkil edir ki, dur bir video çəkək. Olur, bəzən elə olur ki, məsələn mən yorğun oluram, deyirəm bunu sən fikirləşkinə, mən buna artıq halım yoxdur buna. Televiziya mənim sevdiyim yerdir. Sevgimdir. Ona görə də mən onu paylaşa bilmərəm. Ora başqa sahəni qata bilmərəm. Sizin musiqi təhsiliniz də var? Yox. Yoxdur. Amma saz ifa edirsiniz. Hə, mən babam aşiq olub. Aha, oradan qaynaqlı öyrənmisiniz də balaca Dərələyəzin, Dərələyəz aşıqlarla olub, Aşıq Nəcəb mənim babamdır. Bizim ailədə elə bir saz ifa eləyə bilməyən bircə dənə anamdır. Yox, çox güclü musiqi duyğuları var. Məsələn, baxmayaraq ki, məsələn, bacım musiqini bitirib, qardaşım musiqini bitirib. Mən sazda 2 il saz məktəbinə getmişəm Şuşada olanda. Sonra artıq bu məlum Qarabağ hadisələrindən biz qaçqın düşəndən sonra artıq mən musiqi təhsilimi davam elətdirə bilmədim. Çünki biz bir kəndə gəldik və o kənddə heç nəinki musiqi məktəbi, heç ümumiyyətlə təhsil belə o formada keçilmirdi. O da yenə də zamana görə idi. Çünki Tərtərin Qaraqoyunlu kəndi idi və orada bombalar düşürdü, orada atırdılar. Zaur və Günay cütlüyü. Yeni ailə həyatı qurmaq istəyən gənclərimiz var. Bu gün də ailə günüdür. Onlara 5 ən önəmli tövsiyə, məsləhət nə verərsiniz? Gəl bölüşdürək aramızda. Bir neçəsini sən de, bir neçəsini də mən. Niyə sən başla? Yaxşı. Elə bir insanı seçin ki, o insanda mərhəmət hissi olsun. Bir insanlara qarşı mərhəmət hissi olsun. Bir də heyvanlara qarşı o insanın mərhəmət hissi varsa, demək ki, o seçəcəyiniz insan yaxşı insandır. Allahını tanıyan, sevən və valideyninə sevgisi və hörməti olan insanı seçsinlər. Mən onu demək istəyirəm ki, əziz xanımlar, əgər bir bəy sizi sevirsə, ailənin müdaxilələrinə, yaxınlarının müdaxilələrinə baxmayaraq, əgər sevirsə, doğru sevgidən, həqiqi sevgidən söhbət gedirsə, sizi seçəcək. Yox, əgər sizi seçmirsə, demək ki, o bəy sizi heç sevmir də. Çox səbirli olmalıdırlar ailədə, münasibətlərdə. Çünki səbir çox önəmlidir. Bəlkə yersiz emosionallıq çox böyük bir faciəyə gətirib çıxarda bilər. Amma anında susmaq, səbr etmək, dərindən nəfəs almaq, bu çox böyük faciənin qarşısını ala bilər. Valideynlərinizə olan münasibətinə, rəftarına, hörmətinə də diqqət edin. Əgər ilk günlərdə belə, hətta nişanlısınız belə, bir kiçik bir narahatlıq, kiçik bir hörmətsizlik gördünüzsə, mən deyərdim ki, o insandan uzaqlaşın. Mən bu ailəni birləşdirmədim, mən ailələri ayırdım. Amma bu da çox önəmli nüanslardır. Qoyun elə bəri başdan hər şey bilsinlər və sonra problem yaşamasınlar. Əslində nişanlı müddəti də tanıma müddətidir də. Yəni bu müddət ərzində insanlar bir-birlərini tanımalıdırlar. Ən əsası qarşılıqlı sevgi, qarşılıqlı hörmət ailələrinizdən əskik olmasın. Təşəkkür edirik sizə, komandanıza. Ümumiyyətlə kütlə informasiya vasitələrinin öhdəsinə düşən ən böyük missiyanı məncə bugün Asan Radio çox layiqincə yerinə yetirir. Təşəkkür edirik. Hələlik. YouTube kanalımıza abunə olun.